Azərbaycan Respublikasının Ali Baş Komandana İlham Əliyev cənablarına, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya, Səhiyyə Naziri Teymur Musayevə və bütün nazirliklərimə səslənirəm və sizdən köməklik istəyirəm. Mən Yevlax şəhərində yaşayıram. Adım Pərvanə Rüstəmovadır. Yevlax Gigiyena Epidemiologiya Mərkəzində tibb qeydiyyatçısı vəzifəsində çalışıram. 19 ildir o vəzifəyə xidmət edirəm. 19 ildir işləməyimə baxmayaraq, köhnə rəhbər tərəfindən əzilmişəm. İllərlə. Şikayətlər etdiyim halda susturulmuşam. Haqqım tapdalanıb, əzilibdir. Və mənə əmək haqqı vermədiklərini görə mən borca, faizə və banca düşmüşəm. İllərlə aldığım əmək haqqılar ancaq mənim kreditlərimə gedibdir. İllərlə şikayətlər eləmişəm. Son 2 il idi ki, dəyişilən rəhbər tərəfindən sakitçilik idi. İndi isə Aynurə Aslanova tərəfindən mən əzilirəm və haqqım əzilir, tapdalanır. Azərbaycan Respublikasının Baş Gigiyena Epidemiologiya Mərkəzinin direktoru Sara xanım və onun köməkçisi Ülkər xanım və bizim idarəmizin rəhbəri Aynurə xanım Aslanova birləşərək mənə əzirlər və mənim haqqımı tapdalayırlar. Sizdən artıq dərəcədə xahiş edirəm. Mən öz nazirliklərimizə də müraciət etmişəm. Günlərlə 5 aydır qapı-qapı gəzirəm. Hər bir qurumlara ərizə yazıb göndərirəm. Və öz ərizələrim Səhiyyə Nazirliyinə yönəlir və Səhiyyə Nazirliyindən Azərbaycan Respublikası Gigiyena Epidemiologiya Mərkəzinə göndərilir və oradan isə tikilib bir küncə atılır, baxılmır. Və idarəmizdə qruplaşma yaranır. Deyirsiniz ki, bəlkə niyə bu e-mailini səninlə düşübdür? Çünki mən Rüstəmova Pərvanə olaraq bütün idarəmizin yeyinti işlərini bildiyim üçün və mən onlara təhlükəli mənbə olduğum üçün məni işdən uzaqlaşdırmaq istəyirlər. İdarəmizdə qruplaşma yaradırlar. O qruplaşmadır ki, üzümə duraraq şahid olurlar, əleyhimə qol çəkirlər. Mənə əziyyət verirlər. Mənim dövlətimə, prezidentimə olan ümidlərimi qırırlar. Qırmağa haqları yoxdur. Bugün mən tənha qadınam, tənha anayam, valideynlərim rəhmətə gedib. Yevlax şəhərində nə əmi, nə bibi, nə xala, nə dayı, heç kəsim yoxdur. Tək az yaşlı körpəmlə yaşayıram və övladıma gələcək qurmaq istəyirəm. Mən də istəyirəm övladıma gələcəkdə bir həkim, bir müəllim edə bilim. Sizdən artıq dərəcədə xahiş edirəm. Mən televiziya Xəzər kanalına belə çıxmışam. Amma orada başqa yalanlar ifadə olunubdur. Bildirilib ki, güya mənə görə idarə rəhbərləri Tofiq Ələkbərov, buxaltırı Adelkadır Lətifə xanım Həşimova, buxaltır Adil Rızayev işdən çıxarılıb. Amma halbuki mən Ülkər xanımla telefon zəngində danışdığım və işlətdiyim ifadələrə görə onun qəzəbinə düçar olmuşam. Onun qəzəbinə düşmüşəm, tuş gəlmişəm. Və məndən prinsip, intriqa aparırlar. Sizdən artıq dərəcədə xahiş edirəm, cənab prezidentim. Bilmədikləri işlər var, bilinməyən, deyə bilmədiyimiz sözlərimiz var ki, susturuluruq. Cənab prezidentim, mən sizin ədalətinizə, qoyduğunuz qanunlara güvənirəm. Mən də bir Azərbaycan vətəndaşıyam. Ulu öndərimiz Heydər Əliyev bizi Rusun əsarətindən xilas edibdi. Bizi azad edibdi. Biz idarəmizdə əsirlikdəyik. Müdürlər tərəfindən və rəhbərlik tərəfindən. Onların arxasında duran insanlar, məmurlar tərəfindən. Sizdən artıq dərəcədə xahiş edirəm. Mehriban xanım, siz tənha qadınlara, analara həmişə dəstək kömək olmusunuz. Həmişə humanist yanaşmısınız. Mənə kömək eləyin, səsimə səs verin. Mən 5 ayda əmək haqqı almıram. Mənim bancımın krediti 2500 manat faizi gəlibdir. Mən uşağıma 70 qəpik tapıb yoğurt, bir ana kimi yoğurt belə ala bilmirəm. Məni o vəziyyətə salıblar. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənə kömək eləyin. 40 ədəd mən ərizə yazmışam cənab Teymur Musayevin qəbuluna düşmək üçün.
Amma Sara xanım tərəfindən tapşırılaraq məni qəbula boşlamayıblar. İyunun 22-si mən qəbulda olmuşam Səhiyyə Nazirlikdə. Mənə söz verilən əməl olunmayıbdı Sara xanım tərəfindən. Hətta orada məmurlarımız tərəfindən söz verildi. Sənə aklatın, dərəcən, faizin sənə bərpa olunacaq. Get işində otur. Bütün almadığın əmək haqqını alassan. Amma bugünkü gündə mən heç bir əmək haqqı ala bilmirəm. Və dolana bilmirəm. Hər yana da şikayət etmişəm. Məni cinayətə vadar edirlər. Ya ölməliyəm, ya öldürməliyəm. Xahiş edirəm, mənə kömək edin. İdarəmizdə yeyib talayırlar. Bunlar üçündür qanun. Cənab prezidentim, milyonlarla nazirliklərimizə pul ayırırsınız. Vətəndaşa xidmət edin. Və bildirirsiniz, vətəndaşa, kasıb işçilərə xidmət edin. Bildirirsiniz. Hər zaman sizi dinləyirəm və sizinlə fəxr edirəm mən. Sizdən artıq dərəcədə xahiş edirəm. Bu işə baxılsın, düzgün baxılsın. Nə qədər qanunsuz işlər görürlər. Bildiyim halda susturuluram. Haqqım tapdalanır, əzilir. Heç bir şey istəyə bilmirik biz onlardan. Nazirimiz tərəfindən istədiyimiz işlərimizi belə bururlar. Xahiş edirik və xahiş edirəm sizdən artıq dərəcədə. Mənə kömək eləyin. Mənə Ülker xanım bildirmişdir ki, hara istəyirsən get, hara istəyirsən şikayət et. Heç kəs sənə kömək eləməyəcək. Bütün qapılar üzünə bağlanacaq. Gör nə qədər özlərinə arxayındır və adamlarına bu qədər arxayındır bu qadın, bu xanım. Xahiş edirəm, cənab prezidentim, sizə güvənirəm. Sizə inanıram və sizdən kömək istəyirəm.